Salam, binoma aid 8 nömrəli suala baxırıq. Binomun ayrılışında ən böyük binomial əmsalı soruşur. Deməli, burada dərəcə 9-cu dərəcədəndir. İfadə 9-dursa, elementlərinin sayı olacaq 9 plus 1, yəni bərabərdir 10. Bu binomun ayrılışında 10 element var. Və burada ən böyük binomial əmsal ortada duran əmsaldır. 10 element olanda ortada 2 dənə əmsal olur. Yəni ən böyük. Bunlar da kombinizon 9-dan 4 və kombinizon 9-dan 5-dir. Bunların da qiymətləri bilirik ki, bir-birinə bərabərdir. Ona görə elə birini hesablasaq kifayətdir. Yəni kombinizon 9-dan 4, 9 faktorial bölünsün 4 faktorial, vur 9 minus 4, 5 faktorial. 9 faktorialı açırıq, 5 faktorial, 6, 7, 8, 9. 4 faktorial 1-dən 4-ə qədər ədədlərin hasili 24 vurulsun 5 faktorial. 5 faktoriallar ixtisar gedir. 24-ü 6-ya böləndə 4 dəfə, 8-i 4-ə böləndə 2 dəfə. 2 vur 7, 14, 14-ü 9-a vuranda olacaq 126. Cavab D variantı.